Salam, hər vaxtınız xeyir. Bugün 3 formada sütun göstərəcəm və o sütunların fərqini izah etməyə çalışacağım. Birinci növbədə zincir halqası toxuyuruq. Bir, 2, 3, 4, 5, 6, 7, 8 ədəd zincir halqası. Bu nümunə üçün olan saydır. Bir ədəd növbəti sətrə keçmək üçün zincir halqası. Və bundan geri sayanda bir ikinci zincir halqasının üzərinə ilgəni keçirdim və toxudum. Bu bizim qısa sütunumuzdur. Gördüğünüz bu kısa sütun adlanır. Formalaşmasını da gösterdim. Növbəti sətrə keçmək üçün 1, 2 ədəd zincir halqası toxudum və çevirdim. Milçənin üzərinə bir ədəd ilgə aldım. İlk gördüğünüz bu nöqtədən bir ədəd sütun toxudum. Bu yəni bütöv sütun adlanır. Bir hilgə, yəni bir hilmə attım üzərinə. 1, 2 dəfəyə bunu toxudum. Təkrar növbəti yerə eyni prinsiplə davam edirəm. Bu bizim bütöv sütunlarımız olur. Gələcəkdə paltarlar, əşyalar toxuyanda bu terminlər bizə lazım olacaq. Ona görə də yadda saxlayın. Və sonuncu bütöv sütunu toxudum.